Bax qardaş, bunu sənə göstərirəm. Bir müştərimizə bir həcəvari bir şey satmaq istəyirdi bunu. Dedi bunu daşını yığaq, 500 manata satır bunu. Dedim əmələ gəlmir. Gətir bunun bir dənə daşına baxam, görüm bunu neynəmək olar. Gətirdi, baxdım orasına, burasına, orasına, burasına. Dedim qardaş, bax, məsai nə var onu deyirəm. Böyrünü yavaşcana qırdım. Bu Kitaydan plastik formada bu həcəvarilərin zakaz verdiyi belə bir şey. İçində görsən daş var bunun. Gördün, yanır. Əlini vuran kimi kontakt eləyir, yanır. İçində də daş var, sadəcə bir daş var. Suya da salıram, bax. Gördün? Bax. Suda da vəbşəm güclənir. Bunlar da elə bilirlər ki, bu təbii bir şeydir, bir varlıqdır. Onu da satırlar başı çıxmayan bir adamlara. Dedim qardaş, elə deyil. Bax, bunun içində görsən, başlıqlanan kimi 2 dənə daş var. Daşdan da bilinir ki, bu fırıldaq bir şeydir, qeyri-adi bir şeydir. Güya ki, ha. İndi nə bilim, bax, özün ölç pis gör, bunu necə reklam eləyə bilərsən.